Dəyərli izləyicilərim, bağlı bağçalı çox möhtəşəm bir həyət evi təqdim edirəm sizlərə. Demək olar ki, əşyalar hər biri qalır. Çox cüzi miqdarda əşyalar götürüləcək. Onlar da inşallah real alıcı ilə danışılacaq. Dəyərli izləyicilər, evimiz çox gözəl, əlverişli şəraiti var. Baxın, bu həyət sırf oturub durmaq üçün, yəni istirahət üçün nəzərdə tutulub. Stolu qoyursan bura, samavarı bu, manqalı bu, yəni yeməyin, içməyin tam olaraq ideal şəkildə burada istirahətini eləyirsən. Həyətə heç bir pəncərə baxmır, dəyərli izləyicilər. Çox gözəl, əlverişli şəraitdir. Qeyd etdiyim kimi. Evin giriş qapısı budur. Bax, xaytka qapıdır. Yuxarı qalxmazdan əvvəl mən sizə evin zirzəmi hissəsini. Demək olar ki, çox hündürdür. Yəni 2 metrdən çoxdur. Yəni 2.50-2.40 hündürlüyü var. Geniş zirzəmi hissəsidir. Birbaşa küçədən avtomobili daxil edirsən qaraja. Yəni həyətə baxıb demin ki, avtomobil saxlamağa yer yoxdur. Birbaşa küçədən avtomobil daxil olur qaraja. Buradan evə, həyətinə daxil olursunuz. Baxın, burada yay mətbəx kimi nəzərdə tutulub. Kombisinə qədər hər biri quraşdırılıb. Sadəcə evdə müəyyən müddətli yaşayış yoxdur deyə biraz qarışıqlıq ola bilər. Bir daha həyətinə baxırıq. Baxın, bu şəkildə istirahət üçün nəzərdə tutulmuş hissə. Buradan isə qalxırıq evimizin yaşayış sahəsinə. Qalxdıq, yaşayış sahəsi 3 otaqdan ibarətdir. Tam olaraq asfalt küçənin üzərində yerləşir. Xırdalan şəhərində 2-ci Milyonerlər məhəlləsi Jasmin Parkın yaxınlığında yerləşir, dəyərli izləyicilər, evimiz. Daxil olduq evimizin dəhlizinə. Sağda bir geniş qonaq otağımız var. Qeyd etdiyim kimi biraz dağınıqdır, çünki evdə yaşayış yoxdur. İrəlilədikdə solda belə bir gözəl mətbəximiz. Demək olar ki, əşyaların hamısı qalacaq. Dediyim kimi 1-2 əşya götürüləcək burada. Bu hissədə bir yataq otağımız var. Pəncərələrin hər birinin qarşısı açıq, işıqlı evdir, dəyərli izləyicilər. Daha bir yataq otağımız bu hissədədir. Görürsünüz. Qeyd edim ki, 4 bir tərəf cüt daş. Kəmərinə, beton karqazına, hər birinə qədər var. Çox keyfiyyətli bir tikilidir. Burada da yerləşir evimizin sanuzel qovşağı. Tam yaşayışa hazır, al-köç vəziyyətdə həyət evi təqdim etdim sizlərə. Xırdalan şəhərində 8 saylı məktəbin yaxınlığında, Jasmin Parkın yaxınlığında, hündür quru bir ərazidə. Yəni burada qəti olaraq nəmişlik, su deyilən bir şey yoxdur. Ətraflı məlumat üçün buyurub əlaqə saxlaya bilərsiniz.